Hörmətli xanımlar və cənablar, əziz qonaqlarımız, İçəri şəhərdə sizi salamlamaqdan çox məmnunum. Bura xüsusi olaraq bir məkandır. Bilirsiniz ki, milli liderimiz Heydər Əliyev İçəri şəhəri çox sevirdi və bura açıq səma altında muzey kimi hər zaman təqdim edilirdi. Həqiqətən o sözlərində çox böyük həqiqət var və İçəri şəhərə olan münasibəti hər zaman Novruz bayramında məhz ayın 18-dən və 19-dan Novruz bayramı tədbirlərinin İçəri şəhərdən başlaması ilə əlamətdar idi. Ümumiyyətlə Azərbaycan tarixinə, Azərbaycan tarixi məkanlarına olan münasibət Heydər Əliyevin zamanından bəri tamamilə fərqli bir formatda qeyd olunurdu. Bugünkü tədbirimizi iştirakçılarına hamısını salamlayırıq və birinci növbədə təbii ki, Dilara xanım salamlayırıq, xoş gəlmişsiniz. Bu tədbir 42 Doks cəmiyyəti ilə, kiçik bir cəmiyyəti ilə İçəri şəhərinin bir layihəsidir və bu layihə çərçivəsində çox məşhur şəxsiyyətlərlə Azərbaycan tarixinə, ədəbiyyatına və həyatımızın bütün sahələrinə təsir edən insanların görüşləri olacaq. Və ilk görüşümüz bugünə təsadüf etdi. Biz Heydər Əliyevin xatirə günündə, ad günü ərəfəsində belə bir tədbiri başladıq və hər birinizi burada salamlamaqdan çox məmnunum. Düşünürəm ki, Dilara xanım özü də çox maraqlı məqamlara toxunacaq və əlbəttə ki, onun xatirələri hədsiz dərəcədə çoxdur, amma bir neçə kəlmə mən də söyləmək istədim. Mənim təəssüflər olsun ki, heç zaman birbaşa kontaktım olmuyor. Mən yalnız onu televizorda və yaxud da hansısa tədbirlərdən görmüşəm, amma bu kifayət edirdi hər bir görüntüyə. Xatırlayıram ki, Amerikanın səfirlərindən biri ilə söhbət edirdi, danışırdı və televizorda biz onu canlı olaraq izləyirdik. Bir məqam oldu, çox maraqlı bir məqam idi. Tərcüməçi nəyəsə tərcümə elədi. Heydər Əliyev dayandı, özünə məxsus tərzdə gülümsündü və söylədi, tərcüməçiyə söylədi, "Nitoçный перевод." Mən o zaman, o vaxta qədər bilmirdim ki, o ingilis dilini bilir. Bu barədə heç ehtiyac da olmamışdı. Amma müəyyən məqamlarda o çox gözəl, özünə məxsus tərzdə söhbətə müdaxilə etməyi vardı. Xatırlayıram ki, çox incə, hədsiz dərəcədə incə yumoru var idi. Bir dəfə Azərbaycan yığma komandası növbəti dəfə futboldan məğlub olmuşdu Polşaya 10-0 və aləm qarışmışdı bir-birinə, televiziya, radyo, hamıda, hər yerdə bununla bağlı danışırlar və birdən bizə demişdilər ki, mən o zaman ANS-də işləyirdim, orada radyoda Heydər Əliyev bəzən qulaq asırdı, radyoda olan verilişləri dinləyirdi. Birdən o istefa sözü onun qulağına çatır və köməkçisini çağırır ki, Tariyel, gəlin, nə olub orada? O da deyir ki, cənab prezident, Azərbaycan yığması məğlub olub. Kimə məğlub olub? Polşaya. Hansı hesabla məğlub olub? 10-0. Gedəndə qapçı aparmamışdılar. Yumorun incəliyi və yaxud da başqa bir hadisəni xatırlayıram. 1985-ci ildə, bilirsiniz ki, 80-ci ildə Moskvada olimpiyada keçirlərindən sonra qərb düşərgəsi ilə şərq düşərgəsi arasında böyük bir uçurum yaratmışdı olimpiyadana. Onlar Moskvaya gəlməmişdilər, Los Angeles'də keçirilən olimpiyadaya sosialist düşərgəsi getməmişdi. Amma bundan sonra 1985-ci ildə ilk dəfə Moskvada festival keçirilir. Gənclərin festivalı keçirilir və onda Heydər Əliyev artıq SSR hökumətində çox məsul bir vəzifəni tuturdu. Və bu tədbirin keçirilməsi üçün ən məsul şəxs Heydər Əliyev tez-tez düşərgəyə gəlirdi və bütün 15 müttəfiq respublikaların təmsilçiləri orada hər zaman iş başındaydılar və Azərbaycanı təmsil edən mənim dostlarımdan biri idi. O zaman o Bakı şəhər Komsomol komitəsinin əməkdaşı idi. Birdən-birə söhbət yayıldı ki, Heydər Əliyev gəlir. Hamı qaçdı, hərə öz postunu tutdu. Heydər Əliyev gəldi, maraqlandı, işlərin nə cür getməsi ilə və hər bir şeylə. Hər şey bitdikdən sonra, razı qaldıqdan sonra Azərbaycanca qayıtdı ki, Azərbaycandan burada kim var?
Bizim dostumuz gəldi ki, mən gəlmişəm, ilərədiyiz, bəs soruşdu, maraqlandı ki, hansı problemləriniz var, nə çatışır, nə çatışmır. Hər bir şeyi müəyyən etdikdən sonra maşına doğru gedəndə birdən dayandı və soruşdu ki, bəs hava necə olacaq həmin günü, açılış günü? Dedilər ki, bulud göstərir və yağıntı ehtimalı var və güclü yağıntı ehtimalı var. O yanında dayanmış şəxslər, Nazirlər Sovetinin məsul şəxsinə döndü və dedi ki, сделайте хорошую погоду. Bindi getdi avtomobilinə. Sonra o festivalda iştirakçı olanlar söylədilər ki, festivalın açılışına 1 saat qalmış, göydəki buludları kimsə əli ilə çəkdi, gün çıxdı və əla bir hava şəraitində festivalın açılışı baş tutdu. Daha sonra isə axşam açılışdan sonra dəhşətli dərəcədə yağış yağdı. Hər bir hadisəyə özünə məxsus bir müdaxiləsi, bunu bacarırdı. Mənə elə gəlir ki, Heydər Əliyevin qolundakı saat həmin günün və həmin saatın vaxtını göstərmirdi. Onun saatı bir neçə ayı, bəlkə də irəlidən göstərirdi. O irəliyə baxmağı bacaran adama adətən belə deyirlər ki, o saatı da əvvəlki vaxtı, zamanı göstərir. Fenomenal yaddaşa malik olması haqqında bizim ailə ilə bağlı bir atamın xatirəsi var. 1975-ci ildə mənim atamı çox məsul bir vəzifəyə təyin edirdilər və o zamanların protokol qaydalarına görə həmin o vəzifəyə təyin olan adamları Mərkəzi Komitədə büronun iclasında təqdim edirdilər. Həmin günə əmmimin toyu idi, Saadət Sarayında keçirilirdi və atam toyun əvvəlinə gəlməmişdi. Hardasa saat 9 radələrində gəldi və sonra biz təbii ki soruşduq ondan. İnsanların adını çəkirdilər, Heydər Əliyev adlarını çəkirdi, oradan gəlirdi, biz sizə etibar edirik. Yəni, həriyə bir kəlmə ilə atamı çağıranda, atam gəldi, əl verdilər və o atama baxdı, dedi ki, ya vas откуда знаю? Atam dedi ki, bəli, Heydər Əliyev, 1955-ci il bunun qalanını Heydər Əliyev söylədi ki, Liç komissiya 3-cü mərtəbə, 2-ci və 3-cü palatı. Atam dedi ki, bəli, sən demə, həmin zamanda babam və səhv etmirəmsə Həsən Əliyev xəstəxanada qonşu palatalarda və atamla 2 dəfə bir ləkan üstündə və dəhlizdə görüşüb, salamlaşıb keçmişdilər. Təsəvvür edirsiniz 55-ci il hara, 75-ci il hara, 20 il keçəndən sonra bu adam onu xatırlayırdı və onu yadından çıxarmamışdı. Yəni, bu tarixdə belə insanlar çox az-az, yəni bu dərəcəyə yaddaşa malik olan insanlar çox az-az gəlirlər və Heydər Əliyev üçün kulvarlarda daha bir söz ilə onu ifadə edirdilər. Yəni bu insan hakimiyyət üçün yaranmış bir şəxsiyyətdir, master vlasti, ona belə söyləyirdi. Yəni o bir sözü deyirdisə, deməli bunu bütün məsuliyyəti ilə bilirdi. Təbii ki, mən qısaca olaraq sizə məlumat verdim öz xatirələrimi və onu da qeyd edim ki, Heydər Əliyevi daha çox insanlar, yəni inanclı insanlar bir Mövsüm Ağanın ziyarətgahında görürdülər. Orada tez-tez gedərdi və orada xüsusi bir münasibəti var idi. Nə söyləmək olar? Biz bəlkə xoşbəxt bir insanıq ki, belə bir zamanədə biz yaşamışıq və belə bir bizim dövlət xadimimiz olub. Mənə elə gəlir ki, əsrin əvvəllərində böyük insanlar çox olub. Amma əsrin ortalarından etibarən bir ad hamısının üstündən deməzdim xətt çəkib. Amma onlarla yanaşı və ondan daha yuxarıda səslənən bir isim olub. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında çox böyük xidmətləri olub və təsadüfi deyildi ki, o deyirdi ki, ömrümün qalan hissəsini xalqıma bağışlamışam. Və Azərbaycanın çox çətin vəziyyətində 1994-cü ildə bircə kəlmə söz, çox çətin bir vəziyyətdir. O, insanlara müraciət edir və prezident aparatın qabağına çağırır. Və qısa bir zamanda insanlar onun çağırışına səs verirlər. Yəni, insanların etibarından
söhbət edir və mən Dilara xanım, üzr istəyirəm sizdən biraz da sadəcə olaraq ürəyim doludur. Milli Məclisdə o çətin zamanlarda Naxçıvandan deputat seçilmişdi, millət vəkili idi. Ona qarşı olan hücumlar zamanı heç nədən çəkinmədən kimlərəsə üzdə deyirdi ki, mən səni yaxşı tanıyıram və yaxşı xatırlayıram. Filan məsələ üçün gəlib qapıda dayanan sən deyildin. Bu insanın qorxu hissi də olmuyor. Bu insan həqiqətən fenomenal bir insan deyil və 94-cü ilin ən ağır günlərində, cəbhədə olan ən ağır günlərində Füzuli cəbhəsində onun getməsi, səngərə düşməsi, əlində avtomat düşmənə sarı onu tuşlaması, sonra əskərlərə medal paylaması, geri qaydanda Heydər Əliyev Füzuli şəhərinə, yəni şəhər artıq işğal altındaydı. Məntəqəyə gələndə həmin o yerdə döyüşdə yaralanan əskərlərin bir qismidir, hansı ki Heydər Əliyev onlara az əvvəl ölkənin medallarını vermişdi. Bilirsiniz, bütün bunlar hamısı onu göstərirdi ki, bu insan, bu şəxsiyyət Allahdan başqa heç nədən qorxusu yoxdur. Hörmətli xanımlar, cavablar üzr istəyirəm, çox danışdım. Sadəcə olaraq ünvanımın xatirə görə deyirəm, mən bir vətəndaş kimi bunu etməliydim. Böyük məmnuniyyətlə sözü Dilara xanıma təqdim eləmək istəyirəm. Tarix elmləri doktoru, professor Dilarə Seyidzadə uzun müddət Heydər Əliyevlə bərabər çiyin-çiyinə çalışır və onun təbii ki, xatirələri hədsiz dərəcədə çoxdur. Yəni, alqışlayaq. Ben biraz çok heyecan hissi geçiriyorum. Buna göre ki burada böyle güzel insanlar, Azerbaycan'ın en görkemli hanımları burada toplanıbdı ve benim için ilk növbədə böyük şərəfdir ki, məni dəvət eləməsi çox sağ olun, mənim Nərmini xanım və imkan yaratmışsınız ki, yenə də biz o günlərə qayıdaq. İlk növbədə istəyirəm deyəm ki, bu qoruğu onun elə imzası ilə yaranıb qoruq. İçəri şəhər 71-ci ildə mənim qardaşım mərhum memar Fuad Seyidzadəyə o bir neçə dəfə hələ tələbə olarkən o beynəlxalq konkurslarda qalib olmuşdu. Cənab Prezident hələ KGB-nin sədri olanda ona xəbər gəlmişdi ki, Azərbaycan tələbəsi Qavanada fəxri diplom alıbdı, çox maraqlanmışdı və ona görə də qardaşımı çağırıb ona tapşırmışdı ki, bir dənə SPSP adlı Spesialni Proyektli Smetne Büro Baksayada büro yaratsın, özü geçsin, icazə vermişdi, geçsin mimarlıq buraxılışına, özünə kadr seçsin və belə bir büro yaratsın. Və mən qardaşıma tapşırmışdı Bakının Благоустройство gороda Baku, bir də bu içəri şəhəri. Ona görə də mənim qardaşım düzdür 34 yaşında həyatdan getdi. Ancaq elə birinci addımları bu qoruğu onun fəxr etdiyi bir məqam kimi mən hər dəfə bura gələndə o yadıma düşür. Onun belə arzuları ilə mənlə bölüşürdü. İstəyirdi o Paris'də Maxim kafesi zat olan halda burada da yaratsın və qismət olmadı, ancaq davam ettirirsiniz. Rüfət mənim sizə böyük nailiyyətlər arzu edirəm. Bu bizim yadigarımızdır. Heydər Əliyevin böyük bir xalqına və bütün Azərbaycana böyük bir məhəbbətinin bir hissəsidir İçəri şəhər. Yəni qoruyaq və hamımız xoşbaxt olun. İndi siz çox gözəl istiqamət verdiniz mənə. Görürəm ki, sizi də çox diqqətdən qulaq asdılar. Ona görə mən də istəyirəm biraz özümdən başlayayım və heç vaxt mən fikirləşmədim ki, mən haçansa, biz bilmiyorum, mən tarixçiydim düzdür o vaxtda, 90-cı illərdə mən doktor nauk almışdım, bu müdafiə də eləmişdim, mənim də qəhrəmanlarım
Azərbaycanın görkəmli oğulları Şərqdə biz fəxrlə deyirik ki, Şərqdə ilk dəfə Demokratik Respublikanı yaradanlar idi. Mardan Topçubaşov, Fətəli xan Xoyski, Xəsməmədov ilə mayın axırında onların da bizə onlar müstəqilliyi gətirib, onlar bizə gimni gətirib, onlar bizə bayrağı gətirib və ancaq heç kəs fikirləşmirdim ki, çoxdur mən düzdür, mən də partiyanın üzvüydüm, ancaq çəkədə işləyəcəm ya da kiminsə köməkçi olacağım. Ancaq biz burada yaşlı nəsil var, yadımıza salaq ki, nə şərait idi 90-cı ildə Azərbaycanda ki, müraciət olundu cənab prezidentə və çox sağ olsun ki, o razılıq verdi. O Naxçıvan da ona dəstək verdi və 91-lər getdi onun yanına, onlara hörmət olaraq olan içərisində çox akademiklər, alimlər də var idi və cənab prezident bu ağır yükü. Bilirsiniz, mən iki prezidentlə çalışmışam və deyə bilərəm ki, ən ağır vəzifə prezident olmaqdır. Böyük bir məsuliyyət, böyük bir çətinlik, hər dəqiqəsi onun bizim xalqımızı, vətənimizi qorumaqdır. Ona görə də bizə 90-cı illərdə cənab prezident gələndə bura bilirsiniz ki, 15 iyunda bizim qayıdış günümüzdür və o aparatı yaradanda müraciət eləmişdi ki, bura dəvət edən akademiyadan işçiləri. Mənə də bilirdilər ki, mən bu böyük insanların tarixi ilə məşğulam. Mənim monoqrafiyamda adı Azərbaycan 20-ci əsrin əvvəllərində müstəqilliyə aparan yoldur. Bütün o əsr boyu keçdiyi hadisələrin və tarixini ilk dəfə çox böyük çətinliklə bizə də çox icazə olundu, məhvi idi bütün sənədlər, ancaq bacardıq, müdafiə etdik və onları tarixə saldıq. Mənə təklif edəndə çox da fikirləşdim. Ancaq mənim yadıma düşdü, mənim anam həmişə deyirdi ki, o Heydərdir. Mən bunu deyə bilərəm, ona görə cənab prezident özünə də demişəm ki, mənim mamam deyirdi ki, Heydər bilsək ki, sən varsan, sənin özünə yanına işə götürər. Mən deyirdim, mamam, sən nə partiyinsən, nə işləyirsən, həkim idim mənim mamam. Çox yalvarırdı mənə ki, mən ginekolog olam. Və indi tarixçi olan adam demişdi ki, əlini bununla, bu tarixçi seçib, bu tarixçi olsun. İndi gəlirəm mamamın üstünə deyirəm, mən ginekolog olsaydım, Heydər Əliyemin nəyinə lazımdır, çımqır ginekolog. Nə yaxşı ki, mən təkidlə tarixçi oldum və bizi deməli işə qəbul edəndə biz Lala Şökət belə dövlət katibi var idi, o bizi qəbul elədi. Cənab prezident bizi görməmişdi, biz gəldik humanitar şöbəyə. Humanitar şöbənin elə üzvləri hamısı akademiyanın işçiləri idi. Bizə gəldilər, dedilər ki, cənab prezident haqqında bir vizit kartışkası kimi, onun haqqında kitab lazımdır yazmalı. 4 nəfər seçdilər, həmçinin məni, biz o kitabı yazdıq, gətirdilər, verdilər cənab prezidentə, xoşuna gəldi. Və dedi ki, yaxşı kitabdır, ancaq bunun müəllifi olmalıdır. Bunlar dedilər, akademiklər var, Ziya Bünyatov, İlqar Əliyev, dedi, yox, lazımdır. Dedilər, bu şöbədə bir Gülər Seyidzadə var, tarix edilir, doktor, profesör, bu olsun. Məni çağırdılar, dedilər, siz razısınız, mən bilmiyorum. Mənim öz monoqrafiyalarım var, ayrıca mən tək gəzməmişəm. Gedək deyək prezidentə ki, siz razı deyilsiniz, dedim, yox, böyük şərəfdir. Mən prezidentə hazırlam yazdı, mən onun olmuşdu. Sonra o kitabı 12 dilə tərcümə etdilər, bütün dünyaya payladılar. 8 ay keçəndən sonra mənə bir jurnalist gəldi, dedi ki, sizin xəbəriniz var ki, sizi cənab prezident Marokko'ya dəvət edir, Casablanca'da OİT'in böyük bir samiti. Dedim, mənə gəldi, bunu dəvət elədilər, biz uçduq Marokko'ya. Qaydan başı adətən cənab prezidentin belə qaydası idi ki, onunla gedən ilk
çağırdı öz hissəsinə, onun ayrı hissəsi var insana. Məni dəvət elədi. Söhbət elədi, siz necə deyirsiniz ki, sizin atanızı, mənə başladı qardaşım haqqında danışma. Dedi ki, mənim yadımdadır, Quba yolunda avariyada getdi həyatdan. Dedi, Cənab Prezident, 22 il keçibdi sizin yadınızdan, dedi, mən istedadları yaddan çıxardım. Bu görüş oldu, mən yenə də qayıtdım öz şöbəmdə işləməyə. Vəziyyət çox ağırdı, çox ağırdı. Bilirsiniz, Cənab Prezidentin qarşısında həm Azərbaycanı dünyaya tanıtmaq, həm iqtisadiyyatı yaratmaq, həm də bütün bu qaçqınların talihini həll etməkdir. İnanırsınız, elə günlər olurdu ki, mən gəlirdim, o deyirdi ki, mən gün gecəni yatmamışam. Mən xalqın palçığının içindədir, yaşayarım. Maşınları hazırdan gedir, qaçqınların düşəklərinə. Bax, bu şəraitdə Cənab Prezident çox böyük bir qarşısında böyük bir şal. İlk növbədə Azərbaycanı dünyaya tanıtmaq. Tarixçılar bilir ki, neçə əsrlərdir bizdə müstəqillik yoxdur. Biz azad ölkə deyildik. Biz öz taleyimizi heç ixtiyarımız yoxdur, həll edək. Tanıtmağa da biz Rus saldatı bura gələndə quberniyaydı. Ölkə də yoxdur. 2 dənə quberniyaydı. Nizəpol, burada Gəncəbəli adlanırdı, biz Bakı. İrvan quberniyasında ermənilərə 18-ci ildə verdilər. Ona görə də bizi tanıyan dünya Bakı mənasında tanıyırlar. Və ona görə də Azərbaycanı belə hər tərəfli dünya təqdim, bu birinci yerdə Cənab Prezidentin qarşısında böyük bir məsələ idi. İkinci məni səfərə apardı İngiltərəyə. Onda siz sokarında birinci onun görüşü, o müqaviləni hazırlayarkən o BP ilə görüşüydü, John Brown'la konkret getdiyi ora, o dekabrın 94-cü ilin dekabrıydı. Mən gördüm ki, o belə danışır. Mən bilirdim ki, o tarixçidir. Ancaq belə hər tərəfli, elə qaydayla bu bütün Azərbaycanın çalışır, hər bir çıxışında Azərbaycan tarixini onları təqdim etsin. Mən başladım yazmağa, ayaq üstə görmüşüm, o danışır. Mən də hamısını yazdım. Böyük bir dəftər götürmüşüm. Ayrı səfərlər yox, dəftər. Bu gördü ki, mən yazıram, dəvət çağırdı mənə yanına, dedi, göstərim sütunda nə yazırsınız? Verdim. Dedi, o danışır Azərbaycanca, mən yazıram Rusca. Təhsilim Rusca. Onu demədi. Baxdı, oxudu, dedi, siz sınaqramı qutarmısınız? O dedim, Cənab Prezident, biz sınaqramızda bir söz yok. Yok, siz necə çatdırırsınız? Görün, mən danışım, siz hamısını burada yazırsınız. Dedim, Cənab Prezident, mən elə mövzu ilə məşğul oldum ki, bütün sənədlər məhv idi. Moskva bizə icazə vermədi ki, biz o indi fəhlə hərəkəti, kəndli hərəkəti bəli, ancaq bizim burjuaziya haqqında, bizim o tariximizin dərinliyi haqqında, bütün o ki, burada 20-ci əsrində hadisələr olub, onlar icazə vermədi. Hamısı sənədlər məhv idi. Mən də məhviliyə icazəm var idi. Verirdilər mənə o sənədi, ancaq qələmi əlimdən alırdılar ki, yazmaq olmaz. Onu hamısını əzbərləyirdim, mən ona danışıram, mən də soruşur, danışmadayım. Deyirəm, hamısını əzbərləyirdim, yerdə yazırdım. Mənə belə yazan olmuşdu, yazdım. Mənə bu lazım. Beləliklə, mən oldum onun rəsmi yox, köməkçisi, ancaq tək səfərlərdə. Burada mən onun köməkçisi deyirdim. 3 il keçdi. 3 il keçdi, 1997-ci ilin sentyabrında mən dəvət elədi kabinetinə, dedim, mən görürəm kişilər yorulur, siz yorulursunuz.
Ben isterim size teklif edeyim, ben kömekçim olasınız. Siz razısınız ben de dedim. Böyle dedi, hamı şeref bilir, hamı adam gönderilmem yani. Siz de böyle işinizi çekiyorsunuz. Dedim canım, ben ahır elimle meşgul olmuşum, ben bilmiyorum kömekçilerim. Dedi, siz benimle meşgulsünüz. Dedim, kömekçi. Dedi, ben dedim, gelin çalışın. Dedi, gelin çalışın. Oldum o kömekçisi. Sonra 1998 yılda seçkiydi. Prezident seçkiye. O da adeten bütün şehirlere özü gelirdi, özü çıkış edirdi. Ben de onun hamısını yazırdım, ayaküstü. Bir defa Gəncədə, Böyük Meydanda şu bütün Gəncəliler, Cenab-ı Prezident çıkış edir. Küçükdə də durubdu kanalları ve çok sesle kışkıra danışırlar. O yüzden gördüm, general geldi yanıma, dedi ki, Cenab-ı Prezident deyildi, siz oları gelin, sakitleştirdi. Dedim, ne danışırlar korkuyorlardı. Ben kimine olarım? Dedi, gelin deyim ki, gelmiyorsun. Dedim, ya yoktur, gelin. Bakırım Cenab-ı Prezident'in üstüne, o da gördü ki, ben korkuyorum. Dedi ki, sözünü kesti, dedi, benim əzizlərim, benim bacılarım, şimdi sizin yanınıza bir hanım gelir, ben ona çok inanırım, siz de ona inanın, bütün derdinizi danışın. Yerine getirmesi ben onun üstüne kovarım. Böyle sakitleştiler hamısı. Bütün dertler bittikdə onu tez buldum, hamısını yazdım, geldim, dedim Cenab-ı Prezident, böyle hamısını yerine getirdi. İnan, yanımdı. Hala gelmedi, müşok mektuplar. Özde demişti, bütün mektupları verəsiniz bu hanıma, Axranaya tapşırmışdı ki, hamısını gelsinler ben. Müşok ben getiririm mektupları. Dedim, Cenab-ı Prezident çatdıran bilmirəm, dedim, ben katiblik yaradarım. Yarattı katibliği, ben oldum. Əldən onun muhabirine sonra dedim, katiblik gelsin. Ve beləliklə, səhərdən akşamacan, səhər açılırdı orada, iş tutarırdı 11'in yarısında. Sonra da biz getirdik eve, gece de bize tapşırıklar verilirdi. Cenab-ı Prezident tamamıyla yatmadı. Hamısını izleyildi. Ve öğrenmiştik ki CNN'in Rus varyantı da televizyonlarda gösterilirdi. Onu benden seyahat gelende soruşurdu. Ben de bizde bir şöbe var idi, bu internetten məlumatları toplayan. Onlar hamısı o məlumatları getirdi mənim qabağıma. Ben de Cenab-ı Prezident'e lazım olan şeyler seçip getirdim. Hamısını məruzə edirdim. Elə günlər var idi ki, səfərə gələndə qonaqlar deyirdi onları biraz saxlayın, diləri gəlin, danış orada nə baş verirdi. Bir danışırdı onlara olan nə baş verir, hamısı da deyirdi, Cenab-ı Prezident, bizim hiç haberiniz yoktu, siz bize bizim hakkımızda danışırsınız. Bilirsiniz, bu istəyirdi hər tərəfli Azərbaycanlı həm tanısınlar, həm sevsinlər. O 1994-cü ildə o müqavilə başlandı. Bilirsiniz, o necə o şad idi. Sonra ki, Rusiya başladı, Türkiye ilə o Baku Ceyhanı hazırlayanda Rusya'ya götürdü, Qalboy Patok məsələsini attı ortalığa. Neçə dəfə heç resmi de yok. Gedirdi Türkiye, çağırırdı onları, dedi, siz başa düşürsünüz neyiniz? O Qalboy Patok olsa Ceyhan neye lazımdı? Əkidlə o Bakı Ceyhanı yarattı. Bilirsiniz, onda belə bir, necə deyirlər, belə bir sevgiydi, ya hissiyatıydı. Bütün elə bir doluydu öz Azərbaycanı üçün, öz xalqı üçün. Hər sözündə, hər şeydə bir dəfə harada getmirdi, birisi də o heç sevirdi oxumağı. Elə də sammitlər var idi ki, 5 dəqiqə verirdilər, 10 dəqiqə verirdilər. Məcbur oldu ki, o çıxış edəsin. Elə əsəbləşirdi, deyildi, o nədir? Mən çox əsəbləşirdi. Bir dəfə də böyük bir summit idi İstanbul'da. Adı da belə idi, 3 dənizin əfsanəsi. Xəzər, Qaradəniz, bir də Aralıq dəniz. Saat 11'in yarısında məndən
soruştum. Onda o 10 dəqiqəlik çıxışı var idi. Fransız dilində, İngiliz dilində, Rus dilində çap olunub, hazırdır dedim, bəli hazırdır. Gəldim, saat 1-də mənə zəng vurdu, dedi ki, mən düzəliş eləmişəm, neyiniyək dedim, yoxdur, qaydıram indi, hamısını düzəltdik. Gəldik saat 6-da səhər aeroporta çağırdı mənə ki, hazırdır dedim, bəli hazırdır. Gəldik İstanbul'a, orada Boğazın ətrafında böyük bir təntənəli üzrə bütün o dəniz kənarlarının prezidentləri, ölkələr prezidentləri oradaydı. Onlar hamısı çağırdı, mən dedi, siz hamısını parladı, dedim, bəli parlamışım. Getdi, başladı danışma. Mən də adətən orada mətbuat gətirmək yoxurdu. Götürürdüm onu, baxırdım da, bəlkə düzəliş var, mətbuatı çatdırım. O, gördüm, 2 cümləni dedi, getdi. Mətn qaldı bir tərəfdə, bir saat 40 dəqiqə bu əfsanə danışdı. Özü baxır mənə, gülür. Çağırdım İngilizcə tərcüməcini Tahir idi. Dedim, Tahir get, götürdü İngilizcə tərcüməli git, hamı tərcümə vermesinlər. Və belə biz çox maraqlı. Sonra mən deyirdi ki, gedirdi səfərlərə, deyirdi, bir gün qalmış, deyirdi, operatoru götür, gedin, nə mən görmüşüm, ən gözəl yerlərini çək, mütləq bizim xalqımıza mən onu göstərdim. Samarotda çağırdı, onun ssenarini göstərirdim. 1-2 həftə, 3 həftə onun səfərləri televizorda göstərilirdi. Hər şey, hər dəqiqə istəyirdi, xalqla bizi bölüşsün. Sonra o günü mən Suraxanlılarında bir də televizyaya 4 qaçqının haqqında məlumatlar, belə bir film çəkiblər, bir yarım saatdır. O ki, o gedir orada toyda, onlarla, sonra onların hamısını deməli, onların bugünkü talihini göstərirdilər. Çox maraqlı belə hadisələr olurdu. Bir dəfə gəlmişik qaçqınların düşərgəsinə, o özü də çox mətbuat işçilər aparırdı, xaricdən bir dəvə verirdi həmişə. Girdik, balaca birdən böyle, yoxundan balaca palatkaydı, arvad idi, birdən kravat idi, bu boyda kravatın üstündə dəstlər, yatak dəstləri. Gördü arvad çox belə gəngündür, gəldi onu qucaqladı, dedi, sən niyə belə durmuşsan? Dedi, görün, torpaq şəraitlə gündədir. Böyle örtüyü qaldırdı, gördü ki, ağappaq qırıqmallarımız, belə dəst, yatak dəstləri. Dedi, bütün o jurnalistləri çağırıb, o görsünlər, Azərbaycan xanımı bu şəraitdə nə təmizkardır. Bizi fərqdə yeriydi, istəyirəm, hamı onu görsün ki, bu belə, sonra görmüşsünüz də o kadrlar, hamısı göstərdilər. Düzdür, biz o zaman biz çox çəkmişlər. O zamanın qaydası elə lazım idi ki, tanıdırdı, o hər yerdə hamını tanıdırdı. Sonra mən həmişə sevirəm bunu danışan, çox belə incə bir hadisəydi. Uşaqlar qaçırdı, bunu dalıcı, maşını dalıcı. Biz gedirdik belə sulara, qaçqınlarla görüşə. Uşaqlar da qaçırdı, dalıcı. Birdən gördüm, mən maşını onların dalıcı gedirdi. Mən maşını saxladım, mən də tez düşdüm, getdim, yanaşdım. Bir dənə oğlan, sityabra idi, 98-də, istiydi hələ. Bir tumanda, maykasız açır, dalıcıdı, çox uşaq qaçır. Hamısını belə yıldılar, cənabımızın maşında, qapısını açdılar, belə qucaqladı. Siz niyə mən dalıcı qaçırsınız? Nə olacaqdır? Bu balaca uşaq başladı ağlamağa, deyir ki, Heydər baba, getmə, deyir, sən gedirsən, ayrısı gələcək. Dedi, sən nə danışırsın? Mən heç yeri getməyəm, mən həmişə şeydən, harada onu görürsən? Dedim, televizorda bizə bunu göstərdi. Dedi, bax, mənim dalınca da qaçmayın, o adam orada çox uzun, başqa bir adam.
Heydər Baba həmişə sizlə, heç yerə getməyəcək, qorxmayın, mən sizlə. O seçildi oktyabrda. 1999-un fevralında axşam evə gedirdi, mənə dedi ki, telefonla, yadınızdadır, mənim dalım bir uşaq qaçırdı. Bəli, yadınızdadır. Mən də uşağın adını yazmışdım, ancaq balaca unutmadım. Dedi, yadınızdadır. Dedi, siz mən onu tapın, öyrənin, necədir o uşaq. Dedim, yaxşı cənab, mən dedim, mən o adını da bilirdim. Deyir, həmişə danışanda deyirəm, bir Allah'a inanmırım, Allah inansın. O bloknot 6 ay mənim stolumun üstündə. Açdım, tapdım uşağı, zəng vurdum icra başına. Dedim, cənab prezident, maraqlanır o uşaq. Uşaq xəstə, vərəm, anası analıq, çörək vermir, uşaq xəstələnir, vərəm xəstəsi gəlib burada dispanserdədir. Mən ona səhər deyəndə dedi, dəqiq dedi, cənab prezident, belə mən başım belə dedi, tapşırıq verib geçsin, məndən xəbər verirsin. O zaman uşağa orada remont elədilər, televizorda qoydular. 2 il bundan qabaq Nəsib rayonunda mən bunu danışanda birdən xanım yanaşdı, dedi, o vaxt mən lavraç idim orada, uşaq böyüyübdü, evlənibdi, 2 dənə də uşaq. 6 aydan sonra yanıma çöktü o uşaq. Mən dalınca qaçan necə edim? Ölçülər, sonra siz danışdınız o Ətara, Osman'a. Demək, biz gedirik şübhələnə, burada yapımlar gəlibdi, qol çəkməkdi sənətlərə. Birdən gördük ki, maşını saxlarlar, dedilər ki, cənab prezident gedəcək. Alanın məzarına. Mən də çox maraqlıydı ki, ama aparanda bizə adətən öpürdük, dolanırdı, öpür 3 dəfə. Fikirləşdim, prezident necə orada. Mən də dedilər ki, tək prezident getirdi bəylər, heç kəsdən gelir. Mən yedim Kasınkanaya, düşdüm bunların dalınca. Dalda mən axrarla çəkir ki, olmaz. Prezident gördük, əlini belə pul geçsin. Üçümüz gittik. Bizim kimi öptü, gezdi. Sonra gitti, dedi böyle pul koy. Ben pul koydum, çıktı. Orada 2 tane patnosuydu, kampiyon dedi. Kendi koyunda o ağzına, ben de bu belirledim. Dedi, oruçsun. Dedi, ben de canım. Dedi, yok ben buradayım. Sonra çıktık, yedi aksakalları ve oradaki ilk defa ben size diyelim ki harbe zamanlı bir hadise var elimizde ve anam dedi ki Nahçıvan'da, Bakı'da bir Müslüman var, onun için yetmedi sen onların bir edemem derim. İlk defa muharebe zamanı gitti. Benim mehtaptır, benleri sızarım, o dedeler var. Deyirlər, xəçub patrarlar, bir qoyacağız. Hadisələr çoxdur, bilirsiniz. Mən o axırıncı gündə mənim çox heç vaxt yanımdan çıxmaz. O səhnədə 3 dəfə. Görün, nə qədər onda hörmət var idi o iştirakçılara ki, 3 dəfə yıxıldı, 3 dəfə də qayıtdı. 3-cü dəfə ki, çıxanda vidalaşdı. Hamı dedi, siz qayıtdınız, Allah mənə demədi. Mən də bindim maşına, gəldim aparata. 11-in yaşında dedilər ki, o çıxdı, istədi, otursun maşına. Sonra gördüm, orada canlı idi. Cəmaat hamısı qaçmışdı küçüyə. Ancaq elə sükutudur şəhərdə. Necə olsaydı istərdi. O istədi, insin maşına gördüğü cəmaat durub getdi maşında. Hamıya əl edədi. Gəldi, yedi sənəçində da durdu. Hamıya əl edədi. Səhərsi gün bizdə də bütün rezidensiyalardan telefon xətti bizdən idi. Mənə zəng vurdu, dedi ki, götürdülər mən. Dedim, o cənab prezident, Türklər yaxşı deyir,
sonra görelim. Bir saat geçti, ben zengin canım prezident sizi çağırır. Ben de böyle şaştım, hiç başa tutmadım, vardı çağırdım. Her yerde zengin geldi. Dediler, geldim de işe. Geldim, gittim, dedi ki, biri gelecek, üçümüz burada siz arkadaşlarınız görüşün var mı? Neyse, ben hemşe siz de dediniz ki biz hoşbattık. Ki bizim de Azerbaycan'ı koruyan, o gösterimde bir sözünü dedi ki büyük Allah Cenab-ı Hak dedi. Cümlelerde dediler. Büyük Allah bana tapşırdı ki ben her defa Azerbaycan'a rehberliyim. Yani bir yerde biz Azerbaycan'ımızı bozuyoruz. Büyük Allah'tan onlar şey. Biz de bir isteyelim ki sizle bunlarla görüşen gitmiştik. Uzbekistan'da güzel bir seferi var idi. Ben size diyeyim ki harada gitmirdik. Her bir prezident buna elə bir büyük bir numune gelmişti bizde. Her bir ülke. Amerika'da öyleydi. Biz gittik bir defa Amerika'ya Atabmuş. Özü geldi, yahtasını götü Cenab-ı Hükümet'te apardı rançı. Bizde de 3 neferlik özüyle apardı Cenab-ı Hükümet. O da yığılmıştı orada. Böyle büyük siyasetçiler, İbn bir zat vardı. Ne sual verdi Atabmuş Cenab-ı Hükümet hapiste cevap verdi. Ve onlar da diyeyim size ki hem Azerbaycan'ı tanıdırdı. Ancak ona o koydu, büyük bir markada ona görevli ki o çile palı dururdu. O sebepleri, onlar ki nece deyirler, arzu edildiler ki onlar dağılsın sebepler. Onların en rehberlerden biriyle ne soruları vardı hepsine cevap verirdi. 97. yılda Hafiz Paşaev çok güzel sefir. Amerika'da bacarmıştı. Amerika'nın en aparıcı politologlarını, siyasetçilerini yürümüştü. 3 saat Cenab-ı Hükümet'ten görüşleriydi. O kadar sorularına cevap verdi, hamısının. Zbigniew Brzezinski, o esas ki arzu edildi ki verf olsun size. Ondan sonra Cenab-ı Hükümet'i konak çağırdı, tek. Ve sonra da yarışma getirdi. Bir bayramlardan birbirine yazardı. Sonra o yarışmanı Cenab-ı Hükümet Şamaliyev devam ettirdi. Ve her defa o cevap yazanda bilmişsiniz ki qeyd edildi ki sizin dahi atanızın hesabından köməyinə görə ben sizin milyonla tamamıyla ayrı bir münasibət beslemek başladım. Geldi Kissinger ile görüşler oldu. Onlar da samitlere gelirdi, ayrı samitlere. Ki gelsinler, Xahiş edirlər ki, Cenab-ı Hükümet'ten söz edelim. Sonra İngiltere'de böyle bir diplomat Robin Hood var. O Harp İşler Nazırıydı. Orada devlet görüşten sonra Cenab-ı Hükümet'e Xahiş ederdi ki bunlar da sizden ayrı bir söhbət edeyim. Cənubi Azərbaycan haqqında. Mən də atam bu zaman işləvəli hərəkətin zamanında orada Təbrizdə konsulu mənim atam. Cənab Prezident onu bilirdi. İndi o bir məhvi sənədi çap ediblər, atam haqqında kitab yazıblar. Və orada yazıblar ki 1946-cı ildə Mücəffər Baygirov mənim atama tapşırıqda pişəvəlini gətirsin Cülfada Mücəffər Bağır'la görüşən. Mücəffər Bağır'ın yanında gənc Heydər Əliyev var. Ona görə də İran'da nə var? İran'la məsələlər olanda daim mənə deyirdi, gəlin yanıma. Deyirdi, canım, mən uşaq edim, 9 yaşındayım. Deyirdi, siz Təbrizin havasını almışsınız. Ona görə siz də
bulasın bunlar ne değil. Ben de gittim Rodin Kurulu'na böyle sonlar verdi. Çıktık ben de Cenab-ı Hak diye hoşumuza geldim. Bu dedim Cenab-ı Hak ben babam bu sorulara cevap vermez. Sizin atanız Molotov diplomatıydı. Bunlar değirmeni yoksulurlar. Onlar hamısını bilir, onlar yoksulurlar, ben bilirim diyor. Derim bizim halkımızın, ben həmişə bilirsiniz, onun da ağrısını elə bir saxlayarkən, bizim xalq üç yerə bölür. Qərbi Azərbaycan, Cənubi Azərbaycan, müasir Azərbaycan. Onun üçün o çox böyük məsələydi. Biz getdik, 3 dəfə, 2 dəfə gedəndə məni buraxmışlar İrana. Mənim atam orada Qarasiyar'da. Sonra New York'ta Xatəminlə görüşəndə Cənab Prezident dedi ki, bu dəfə də bu xanımı bırakmısınız, mən gəlməyəcəm. Bu mənim köməkçiyim. Dedi ki, bıraktılar məni. Məni bıraktılar, sonra Xamini'nin yanına dediler ki, kadınları bırakmıyorlar. Ben de oturdum da, ben bağlamıştım başımlarını. Sonra gittim oturdum başında dedim ki, bırakmıyorum. Geldiler 5 dakikadan sonra ikisini çağırdılar. Geldim, gördüm Cenab-ı Prezident Canım Xatəmi, bir de iki bizim səfirlərimiz. Xamini'yi de biz biliyoruz. Allah rahmet eylesin. Cenab-ı Prezident dedi ki, Xatəmi dedi, Hanım Seyidzade, burada Seyidler. Cenab-ı Prezident dedi ki, ben bir köməkçiyim. Onların səfiri dedi, yoxlamışıq, əsik Seyidləsin. Ben ayrı göstərdim, orada Xamini'yi biraz var orada. Oturdum. Sonra o mənə elə bir də namaz kılıram, namaz kalçası gönderdim. Şimdi İslam Karimov'u da size danışım. Deməli, İslam Karimov böyük bir ziyafət verdi, Baxor ansamblini dəvət elədi, Cenab-ı Rəhsət dəvət elədi, o bir dəvət elədi. Sonra biz çıktık, adeten biz Cenab-ı Prezident'i yola saldık, sonra gelirdik, dizidiyentleri yaşıyorduk. İslam Karimov Kabak'ta gördük Cenab-ı Prezident'i doğumuna geldiler. Birden İslam Karimov ayağını sakladı, gayet dedi Cenab-ı Prezident, olur ben size köməkçilərimiz yanında size sual verdim. Dedi ki, hardadır sizde bu istedat? Ben söz vermişim, bütün hamısından karşılığı sizden soruşum. Hardadır bu istedat? Her şeyi bilirsiniz siz. Bizim tarafımızı bilirsiniz. Öz tarih, İslam ne danışırsan hamımız her şeyi bilirsin. Böyle değil mi? Dedi yok, ben de gayet biliyorum ki siz hamısını yazırsınız. Bunu mütlak yazın. İslam garip ben de unutmadım. Tiltifle bunu yanaştım yakından. Gene de dedi ki, xahiş ederim dedi. Dedi biraz fikirleşti, sonra dedi ki, gör anlamlandı. İslam Karimov başladı, bununla gelip danıştı. Ben hamısını yazdım, gittim test geçirdim kağıda. Sersi gün geldim dedim, Cenab-ı Prezident, olur mu ben bunu verim mətbuata? Dedi, hoşunuza geldi. Dedim, çok hoşuma geldi. O hamur bilsin nice dünya liderleri size münasebette. Dedi, böyle şu şekilde zaten unuttum mu? Yoktu. İslam Karimov şeklini vereceğim, sizin şeklinizi vereceğim. Alttan yazacağım, İslam Karimov iki nokta. Hoşbaht o halk ki, onun prezidenti yeter edecek. Dedi, yaşa bak. Çok son bu güzel xatirələrə görə auditoriyanın sualları indi ünvanlaya bilərsiniz. Dilara xanım nəsə maraqlandırır. Mən bir neçə hadisəni xatırladım. Dilara xanım danışanda İran səfəri çox gərgin bir zamanda baş tutmuşdu. Heç cürə Azərbaycanı, yəni Heydər Əliyevi qəbul eləmək istəmirlər. 100 cür bəhanələr gətirilirdi. Amma burada Paris'ten de sözümüz kesin, ancak bu çok vacipti. Xatəminlə vidalaşanda dedi ki, yenə də siz məni Təbrizdə buraxmadınız.
Onda səfirimiz dedi ki, nə qədər ki siz buradasınız, Təbriz əhalisi hamısı küçədədir, sizi gözləyir. Yox, Həmid dedi ki, gələn dəfə buraxarıq, bunu gələn dəfə olmadı. Konsulxananı da açdı İlham Əliyev. O görüş çox gərgin bir şəraitdə keçmişdi, hədsiz dərəcədə əsəbilik var idi və biz də Azərbaycanda bunu səbirsizliklə gözləyirdik. Baxmayaraq ki, gərgin bir görüş idi, amma yadınıza gəlirsə, Heydər Əliyev orada İranlıların səhvini düzəltdi ki, mən tarixdə Mazandaran Gölü adında bir şey eşitməmişdim. Gölün adı Xəzər Gölü. Yəni orada da öz sözünü bildirdi. Bir də çox unudulmaz xatirələr, təbii ki, onun incəsənət xadimləri ilə olan görüşləri. Bir məsələni də vurğulamaq istəyirəm. Heydər Əliyev Moskvada Politbüroya gedənə qədər, siyasi büronun üzvü olana qədər orada elə bir ki, məktəb forması var idi. Hamı qara kostyumda gəzir. İlk olaraq Heydər Əliyev idi ki, tünd göy rəngli, xüsusi bir çox gözəl materialdan hazırlanmış kostyumla siyasi büronun iclasına gəlmişdir. Ondan sonra dəb düşmüş. Moskvada siyasi büronun iclaslarına o rənglə kostyumla gəlməyə dəb düşmüşdür. Və sonradan biz Bakıda onu hətta açıq, boz rəngdə, çox gözəl rənglərdə, kostyumlarda görürdük. Yəni, bu insanın zövqündən xəbər verəndir və bir də təbii ki, o insani xüsusiyyəti qeyd eləmək istəyirəm. KVN komandasının üzvlərini qəbul edəndə, yadsa gəlir Gülara xanım da xatırlayacaq. Mən birinci dəfə idi ki, onu o dərəcədə ürəkdən gülən görürdüm. Hətta gülməyini saxlaya bilmirdi və dövlət başçısıdır, kifayət qədər yaşı var. O əlini üzündən tutmuşdu və necə qoğunuq gedirdi o Nazarbayev edildirsə ki, sən portreti kimsin? Buraya çox xoşuna gəlmişdi. Həm bütün konsertlər zamanı, böyük konsertlər, dövlət tədbirlərində, konsertlərindən sonra gedirdi səhnənin arxasına və onlarla hamı ilə bir-bir görüşürdü. Bu insana olan münasibətdir və bir dəfə belə bir hal olmuşdu. Rəşid Behbudovla çox gözəl dostluq münasibətləri var idi və Rəşid Behbudovla bir dəfə söhbət əsnasında demişdi ki, səninlə niyə görə səni aparıram özümlə xarici səfərlərə? Məni tanımayan olar, amma səni hamı tanıyır. Çünki sən o cür mahnılar ifa edirsən. Və Azərbaycan mahnısı, Rauf Hacıyevin Azərbaycan mahnısının Rəşid Behbudovun ifasına səslənməyinin səbəbkarı Heydər Əliyevdir. Çünki bir dəfə o vaxt Zerjinski klubu idi, bir konsert proqramı keçirilirdi. Heydər Əliyev onda KDB-nin sədri idi. 69-cu ilə qədər olmuşdu. Və Rəşid Behbudova gəlir konsertə, yəni tamaşaçı qismində Heydər Əliyev çağırır ki, bir yerdə oturaq. Konsert qutarandan sonra bir xarici sənətkarın konserti idi. Onlar çıxırlar ki, gəzə-gəzə gedək evə. Çıxırlar, Zerjinski klubundan gəzə-gəzə gəlirlər və evlərinin yanına çatanda bu sahil metrosunun yanındakı evdən söhbət gedir. Heydər Əliyev təklif edir ki, qalxar yuxarı, Zərifə xanımızın üçün yaxşı bir çay dəmləsin. Qalxırlar yuxarı, oradan danışırlar, buradan danışırlar və birdən Heydər Əliyev qayıdır ki, Rəşid, bəs filan bir mahnı var, Azərbaycanlı mahnısı. Məncə bunu oxumamısan? Rəşid Behbudov deyir ki, mən eşitməmişəm bu mahnını, mən tanış deyil. Zərifə xanım əyləşib piyanonun arxasında bunu ifa edir. Rəşid Behbudov deyir ki, mən bu mahnını hökmən repertuarıma salacaq. Və 2 həftədən sonra zəng vurur Heydər Əliyev ki, Yoldaş Əliyev, mahnı hazır, mən bu mahnını və həmin andan başlayaraq Rəşid Behbudov ömrünün son günlərinə qədər bütün konsertlərini Azərbaycan mahnısı ilə, Rauf Hacıyevin məşhur Azərbaycan mahnısı ilə başlayır. Bir xatirəm də var. Deməli, Nəsibə xanım Zeynalova həmişə yazırdı ki, aprel ayının 20-sində onun adı günü idi və hər dəfə səhər tezləndən təxminən saat 11 radələri arasında ona zəng olurdu və deyirlər ki, indi cənab prezident sizinlə danışacaq. Hər aprel ayının 20-si o zəng vurub Nəsibə xanımın ad günü münasibəti ilə təbrik edirdi. Bir dəfə Dram Teatrında bir tamaşa zamanı, tamaşadan sonra yenə də Dram Teatrının aktyorları ilə görüşür və söhbətləşir. Hamı ilə görüşəndə, sən bilirsə Əliqulu evlənir tamaşası idi. Ağasada Gəray bəylə yaxınlaşır və deyir ki, baxmayaraq ki, yaşlı çox, amma çox gözəl oynayırsan filan.
Bəs nə sözünüz var, nə istəyiniz var? Qadir ki, cənab prezident, mənə ev vermişsiniz, çox sağ olun, təşəkkür edirəm. Amma maşınım da köhnəlib, Moskviçdə gəzirəm, köhnə Moskviçdə gəzirəm. Maşınım da köhnəlib, bir təzə maşın olsa da yaxşı olar. Edər elə bir günüzünür, deyir ki, yaxşı olar. Səhərsi gün Azada Qərarbənin qapısı döyülür, ona 2 dənə açar təqdim edirlər. Biri evin yeni ona imzalanmış mənzilin açarı, o isə QAZ24 markalı maşının açarı idi. Bəlkə kiminsə Dilara xanıma sualı var. Buyurun. Dilara xanım, salam aleyküm de gördüm. Ben hesap ederim ki siz ümumiyyətlə çox xoşbaxt qadınsınız ki, belə bir dahi insanla bilavasitə təmasda olmuşsunuz, gözəl xatirələriniz var. Mən də Heydər Əliyevin işlədiyim müddətdə müəyyən bir rəhbər postunu tutmuştum və bununla çox fəxr edirdim. Onun kabinetində olmuşdur, yəni Qadın Məclisinin üzvləri ilə, rəhbərləri ilə görüş keçirilmişdi prezident aparatında. Sonra bir də demək, İllər Akademiyasında görüşümüz olmuşdur. Birinci qadın qurultayında, onda ilk qadın qurultayında, yəni 2G Heydər Əliyevdən sonra orada bir gülməli moment var idi, fragment var idi, sözün düzü. Görürüm danışırız, bir də bunu danışmaq istəyirəm, çox vaxt almayacağım. Mən gördüm ki, müəyyən yaşlı qadınlar durub, bir gözlülər Heydər Əliyevdə bütün rayonun qadınları ilə şəkil çəkdirirdi o moment. Bütün yaşlı qadınlar dururlar ki, hər rayon gələndə qabahat edirlər, bundan şəkil çəkdirir. Mən də özümü saxlamadım ki, Heydər Əliyev ki, biraz cavanlardan da şəkil çəkdirərsiniz. Belə güldü, acı axıran azad belə sərkü saldı, ancaq yenə də onun arxasında bir qəşəng şəklim oldu. Və bu şəkli uzun illərdə saxlayıram, ondan bir 20-30'ını çıxartmışdım. Yəni, o vaxtlar belə rəhbərlərin çox böyük məhəbbət var idi. O məhəbbət indiyəcən də davam edir Heydər Əliyevə qarşı. Və mən işlədiyim müddətdə bu suallar çıxırdı, biraz aktiv adam idim. Mənim bir sualım var ki, yəni ki, bu şübhəsiz ki, çox böyük strateji bir insan idi, yəni ki, insanın qabağı görən, yəni qeyri-adi idi, elələrcə qeyri-adi idi. Və mən maraqlıydı ki, o vaxtlar bunu bu öz xalqın arasında güclü tərəfi, zəif tərəfi görürdü, bunu yəqin ki, müəyyənləşdirmişdi və bunun fikri necə idi? Yəni, bu güclü amillər nə idi? Və yaxud da ki, strateji maliyyətə qarşı getməyən maneələr nədən ibarət idi? Mən deyəm ki, bunlar yəqin ki, özü qeyd eləmişdi bu məsələləri və mən bu suallarım budur. Yəni ki, güclü, zəif tərəflər hansı idi və bunu necə müəyyənləşdirildi? Çox sağ olun. Tərəfləri özünün ya kimin stratejide Xalqın arasında, millətin arasında. Özünüz bırakır, yəni ki, insanlar var idi da, güclü tərəfləri, zəif tərəfləri. Bunu necə müəyyənləşdirildi? Bizim xalqımızın gücü nədən ibarət idi və o vaxtda bilirsiniz də, yəqin ki, maneə törədən insanlar da çox idi, qarşı tərəflər. Çok çətin idi. Hə, onun üçün belə qiymətləndirmişdim. Ben size diyeyim ki Cənab Prezident, biz həmişə edebilirdik ki, her şeyi bilirdi, her şey necə olabilir ki bunlar. Ben bilirsiniz, nəyə mənə çox ağır təsir edirdi ki, elə momentdə var idi ki, ona yanlış xəbərlər getirirdiler. Bilirsiniz, ben ona bir sürü dedim ki, Cənab Prezident, icazə verin, mən gəlib sizə tamamıyla nə gördüm, hamısını sizə danışacağım. İcazə verin, sizdən icazə istəyirəm. Və onda belə bilirsiniz, çox gözəl bir usul var idi. Bu razborka edirdi. Telefonla danışır, kimsə gəlir kabinetine deyir ki, Dilara nəsə deyir, götürüb tutmam deyir. Belə bu gəlib deyir, ben böyle bir toplantı oldu. Başa düşürdüm ki bu yanlış değil. Şöyle çok oldu. Ve ben ona da dedim, niye ben özüme onu yaraştırırım ki gelip size hamısını diyeyim. Ona göre ki bana çok böyle indi de
halk arasında çok böyle məmnunlar olur ki, bəs prezident hal baxır. Bilirsiniz? Onun için ben hesap edeydim ki adam yüzünü görür, mütləq gəlir ona demək, onun xəbəri olur. Şimdi özü qərardan olur. Elə də edə bilər, elə də edə bilər, güzəştə də gedə bilər. Ancaq bilməlidir. O mütləq, onun əsas onun adamdan tələb etdiyi oydu ki, düzgün özünü aparsın, düzünü desin. Bəlkə ona bəlkə də birləşdirilirdə çox belə zamanlar olurdu ki, heslenirdi ve sonra onu elə bir tumalamaq üçün çağırırdı ki, mən indi öz haqqında sizə deyim, niyə onda mənə belə inam böyüydü. Mən ona fəxr edirəm. Bir dəfə mən əmin rəhmətə getmişdi, biri gəlir mən başsağlığı vermək və xahiş edirəm ki, mən kimsəsiz uşaqlara bir təşkilat yaradıram. Ancaq bizim yerimiz yoxdur. Arada müracaat edirəm, mənə yer ayrılırlar. Mən gördüm, istifadə edildir. Sən gördüm, onlar verdilər bu yeri. Geçti, zaman geçir. Mən xəbərim yoxdur. Özündən gördüm, dedi ki, mən aldım, çox sağ olun. Birdən Cənab Prezident mən zəng vurdum, dedi ki, düşün aşağı, mən də müşavirədir. Geldim, oturdum, gördüm nazirləri çağırıyor. Sılar 2 değil, dayandı, erkek ve Amazon'da oturdum. Kulağınız göre o adamın hakkında söhbət gedir, o menfi, pis adamdır. Adı sözünü desem ki, Rülika vardı. Ben başa düştüm, beni göreceğim, ona göre de çağırdı ki, ben o adama da el uzatmışım, kimsesiz uşaklara yer tapmış. Sözünü kurtarında tapşırık verdi ki, bakın biz hamımız başa düştük, yerinin tapşırığı yerine verdik. Gayette ki burada oturanların da hiç kesin haberi yoktu bu meselede. Ben başa düştüm ki ben durdum demeliyim. Durdum. Bir baktım ben dedim ki, abi sen niye? Dedi Cənab Prezident, o böyle gelmişti başsağlığına. Özü böyle, ona hamısını lazımdı. Seni gelme diyeceğim. Dedi ki bak, yaltağa bak. Sen tanımır beni, gelipti başsağlığı, kimsesiz uşakları. Niye demişsiniz? Dedim Cənab Prezident, kimsesiz uşaklar hakkında dedi. Oturdum, yaş, oturdum. Şimdi gelmiş o kabinete diyorlar ve sen ne baş koşmuşsun, haberin olmuyor mu? Bir de gördüm, mezun oldum. Dedi senet var sizde getirdim. Getirdim, kol çekti. Dedi ki, böyle bakın ben, dedim Cənab Prezident, icazə verin, ant içerim size. Şimdi benden su da istesin. Benden su istedim. Axı siz niye böyle bu? Dedim Cənab Prezident, axı hiç bak, ne çıkardan ne bu kadar hiç istemem. Siz bu taraftan bilirsiniz bu adamları, ben bilmemişim bağışlarını. Ben başa düştüm ki, özüme deyirəm ki, olabilirdi ki, ben geçmiş sonra tek ona deyim. Ancaq ben hamının yanında oldum. Allah burada qeydə aldı ki, görüşmüşüm. Türk danışandı. O düzgünlüğü çok sevdim. Güzəştə də gedə bilər. Sonra Hüseyin Seyidzadədən mənim əmim, onun başına oyun gətirdilər. O Dərikülü, siz bilirsiniz də Dərikülü axırı indi deyirlərdi, axırıncı momentlər ayrı icra edir, o təhkiklə Moskva məcbur elədi, o dəyişdi elədi. Sonra o Mstitili İskenci Basara qatırmanı haqqında kino çəkdi. 80% hazır kinonu əlindən aldılar ki, sən düzgün bir göstərmirsən bu mübarizəni. Ben çattırabildik Cənab Prezident'e o başlıyor, Sovet vaktindeydi o. Cənab Prezident mesela olmuştu, neyine bilerdi, karışabilmezdi. Moskva öz elini vurmuştu. Geldi, baktı Qarnalı'ya, səhvəcə, piyasa.
Ve sonra adeten o hemşe görüşürdü aktörler. Gayet kucaklamış Nesibe Zeynalovan'ı demişti ki çok güzel bir piyesti bu. Ben tapşıracağım. Komedik janrının büyük ustadı Hüseyin Seyzade'ye ki bunu kinoya çeksin. Ve onu şerait yarattı. Hüseyin biraz özüne geldi. Ama sonra gene de yürekten gitti. Biz onda böyle incelikler de var. Şimdi adam sonra bir neçə səfərin iziyle Azər Qalib çəkibdi. Ben ona məsləhətlər zətləri gördüm. O İtalyanı göstərəndə o Tiziano'nun Danaia'sıyla, Rembrandt'ın Danaia'sını mukayese edir. Yani o kadrda çok maraqlı ki, necə o heykellərə də baxır. Onda o kadar incelik de vardı ve çok zengin daxilisi de var idi orada. Orada güzellikten demirəm. Bir defa gelmişik Türkiye'nin 75 iliydi, Büyük Millet Meclisi'nde. Bütün Türk dilli halkları, izzetleri orada ve her gitmedik dress code vardı. Ne giymek, Cenab-ı Prezident onu dəqiq yerine getirirdi. Hamıya da hele karışırdı, dedi sen niye bunu böyle giymişsin, bunu giymek lazımdı. Orada da o Büyük Millet Meclisi'ne frak giymek lazımdı. Bu giydi frak. Giydi o şekil de vardı, o frak. Bak, frak. Qayıtdı, bunlara baktı, o Nazarbayev, İslam Kariyev, baktı böyle deyip, bunlara bakıyor, öyle bilmirler bu ninnik kostümler giyipler, biri de frak giyip. Onu da kimse dedi ona ki Cenab-ı Prezident size de yaraşır. Dedi ki gelin şekil çektirek. Hamıyla hisse, hamıyla hisse şekil çektirdi. Onun özü de çok. İtalya seferinde de gösterirler nece gelir galstuklar seçiyor ancak o satıcı değil ki yok bizden almadı o galstuk. Asıl bu galstuklar her şey çok dikkat getiriyordu. Hamıya da o bir defa kaçaran bir yere oturmamıştıydı. İran dedi ki düzgün oturun. Hamıya da merdivenli gelirdi. Güzel insanıydı da güzel. Her tarafta güzel insanıydı. Zeynep de o ki geldi Bakı'ya, onu üç gönderdiler, bırakmadılar. Sonra mecbur oldu gitti. Kavarlı vazonda gitti Nakçıvan'a. Nakçıvan onu yine de kucakladı. Öyle adamlar vardı çok normal. O da ben bir tecrübem bakırdım ki mesela gelme derdi ki tecrüblenmeyin. Bunlar beni öz bedenleriyle isidipti Nakçıvan'da. Işık yokuydu, gaz yokuydu. Bunlar beni der, ben ne bunlara böyle münasebet beslenmem. Çok teşekkür ederim insanlık. Aslında Dilara Hanım demiyorlar ki hayatın bütün sahalarına toxundu. Her bir sahada bilgi savadı var idi ve dünya görüşü de çok yüksekti. Sadece olarak Heydər Əliyev Sarayı'nın karşısına geçende abidenin kenarında o relieflere bir dikkat getirin. Hayatın bütün sahalarının orada eksi var. Ve bu insana gösterirdi ki o sahe yoktu ki ondan xəbər olmasın. Amma mən ne üçünsə bax xanım sual verdi ki zəif tərəfləri. Mənə elə gəlir ki o zəif tərəfi deyildi, həssas tərəfi idi. Azərbaycan şeirini oxuyanda onun kövrəlməyi. Ömrünün halkının içinde o vakta çok çetin bir periyoduydu. Güçlü tarafını kıymetlendirmiş de yani. Ben onun için onu söylüyorum. Veya buradaki eksine zayıf özüç onun gibi güçlü bir göre de insan yani. Bence Mesela değil, onun hamısını görürdü, dəqiq görürdü. Ancak öz siyasetinde, davranışında çalışırdı ki onları düzeltsin. Bilirsiniz, onun gibi bunu bacarmayacak. Ben onun icazını
Aslında o sponsor oldu ve hamısını paylaşmışam. Bütün yakın şöbelerinde, bütün kitapxanalarda, bütün muzeylərdə o kitablar var. Mədəniyyəti birlik adlandırılmışsa belə, mədəniyyətin keşiyində, Heydər Əliyev mədəniyyətin keşiyində. Bütün nə qədər o çıxışlar edirdi, yadınıza salınır. Hər bir incəsənət xadiminin jubileyində Cənab Prezident böyük bir nitq söylüyordu. Onları da toplamışam. Onu keçib qıraqda onlarla söhbət eləməyi də toplamışam. Və onların o yazı da var idi, təbrikləri. Siz bir dəfə ona gətirdilər bir dənə kiməsə hansısa bölgəyə təbrik göndərildi. Ona gətirdilər, o təbriki göstərdilər, kimsə götür qoydu qırağa bir nəfəsə, bir səhifə yarım təbrik yazdı. İstədi cılsın o çırnaviki, dedi o cənab, benim, mən toplayıram. Bu böyük bir tarixdir. Mən də tarixin üstündə işləmişim. Mənim rəhbərim də çox zəngin bir tarixçiydi. O bizə öyrənirdi ki, bir dənə kağıza atmayın. Və sonra mən dedim ki, neyinirsiniz bunu? Sonra yadınızda mı bir dəfə Tevfik Kuliyev ona görüşdə dedi ki, sizin adınızdan mənə təbrik yazılır, dedi, Tevfik, mən özüm yazım. Gəldi, mən dedi, sən ki, nə yaxşı ki, sən onları topluyorsan, dedi, kimsə yazım. Sonra bilirsiniz, biz gedirdik səfərlərə, mən o menü var, çörək yerləri, onları da topluyorum. En sevdiği yemeği neydi? Her şey değil, vallahi her şey. Bilmem, o konaklar olanda Azerbaycan yemekleri hamısını sevdim. Hamısını. Sonra yadımdadır o Mart ayında gezirdi bulvarda, Tahir Gıda Komitesi yanımızdadır da, o gezirdi bakırdı. Sonra plovları gösterende dedi ki, sizde cizde plov var, o dedi, onu dediler, o Qərbi Azərbaycanda axı plovu cizdə plov. Mən dedi, sabah bunu öyrədərsin ki, gələn dəfə cizdə plov da pişirsin. Son olaraq, yəni bir insan kimi, bir həyatının son illərində o həssaslığı, Azərbaycan şeiri, mən bunu təsadüfi olaraq xatırlamadım da, yəni bu ölkəsinə, öz yurduna, məmləkətinə o qədər bağlılığı var ki, o şeiri söyləyəndə necə kövrəlir və bu ümumiyyətlə heç zaman yaddan çıxmayacaq. Zənnimcə bugünkü görüşü yekunlaşdıra bilərik. Kimsə sual vermək istəyir? Əvvəla olaraq hamı sizə və təşkilatçılara təşəkkür etmək istəyirəm. Mən sizinlə ikinci dəfə görüşdüm. Keçən yayın işləri Nərimanov rayonunda keçirilən Yeni Azərbaycan Partiyası tərəfindən tədbirdə Ulu Öndərin həsr olmuş tədbirdə olmuşam. Mənim bir sualım var. Ulu Öndər, ümumiyyətli liderin, o bütün hamı üçün görkəmli bir şəxsiyyətdir. Amma Heydər Əliyevin, yəni bir kumiri ya tarixi şəxsiyyətlərdən kimsə olmuşdurmu, yəni örnək götürməsi bir şəxsiyyət, tarixi şəxsiyyətlərdən olmuşdurmu? Çox sağ olun. Kumiri mən yaddan sala bilmərəm. Ancaq mən bilirəm ki, o Səməd Vurğunu da çox dəyərləndirirdi. Sonra öz xanımını çox dəyərləndirirdi. Deyə bilmərəm. Mən sonra görkəmli gözlər Azərbaycan tarixini çox dərin verirdi, çox dərin verirdi və kompozitorlar var. Rəşid Beybutov haqqında deyildi, o bizim sərvətimizdir. Mən də birindən də təklif eləmişdim ki, belə bir proyekt olsa, Azərbaycanın sərvəti, bütün bizim o görkəmli insanları toplasaq, biz dünya üçün də maraqlı olabilir. Azərbaycanın sərvəti çox zəngindir, çox zəngindir. O
tutkulu bu seyirci. Muhasirlerden esas tanışırdı. Diyen bilmiyorum. Müslüm Oğamay. Hamısını derinden bilirdi, bilirsiniz. Sonra daim danışırım, bir defa 70'li Avstriya'da, Viyana'da, onda Prezident Klestil'iydi. Cenab-ı Prezident İlmi zamanı başladı Strauss hakkında danışmak. Dedi ki, ben Strauss hakkında kino görmüşüm, Viyana meşelerinin nağılları, böyle trafiğinin kino vardı, Skaski Gülsel. Klestil yanında oturmuştu, diyorlar, biz hiç kinonu görmemişiz. Cenab-ı Prezident ben de Azerbaycan bildirir, buna bakayım hiç haberi yoktu. O kadar Strauss'tan danıştı, sonra geldik parlamento ondan sonra. Gördük onun kabağında birden böyle kalkıp koydular, dedi bu nedir? Dediler ki böyle siz Strauss'u çok seviyorsunuz, bu bir kinodu da buna da bakarsınız. Akşam da o Strauss adına orkestr, livre zat giyip bunun eşliğine büyük bir konser çektiler. Дорогая наша Диляра, во-первых, хочу вас поблагодарить. Огромное вам спасибо за интереснейшую встречу. И я должна вам сказать, что вот то, что вы получили от Гейдара Ильича, я знаю, вы очень много работаете с молодым поколением, подрастающим. Вы даже не представляете, насколько это великое дело. Потому что каждое общение с вами, каждая ваша беседа, это всегда настраивает на такой позитивный лад, и самое главное, в общем-то, в этих простых словах кроется вот это национальное кредо вот такого добропорядочного, доброжелательного, очень логистически выстроенного отношения. Но я хотела бы вас попросить, чтобы вы рассказали об эпизоде с Папой Римским, если можно, с Папой Римским. Как вы встречались с Папой Римским? Da Papa Rimski gelmişti buraya, Cenab-ı Prezident gitti, kabul ederdi onu aeroportta. O dahi düşebilmirdi, ona bir tane böyle dikini koymuştular. Papa Rimski kreslodayla oradan düştü. Böyle geldi, böyle körlerdi Cenab-ı Prezident, böyle bakır yazım geldi Papa Rimski. Böyle yerleyebilmiş. Sonra geldi bizim aparatta ince senat hatunlarıyla İsmail hatunlarla onlara nasıl yadigar verdi. Sonra bize dediler ki tek Papa Rusça danışırdı. Palakıydı da ondan geldi. Dediler ki lazım böyle tek görüştüm. Ben de oturdum zaten. Sonra bir neçe dergiden sonra dediler sizi Cenab-ı Prezident davet edildi. Gittim oturdum. Papa Rimski başladığı soruşmaya palaklar, Zakatalı tarafta çok palaklar var. Bu Sıdka yeriydi de, Rus İmparatorluğu'nun Sıdka yeriyle bizim Zakatalı karşıladı. Ona göre orada cürbecür milletler yaşıyor. Papa suallar vereyim, ben de görüm Cenab-ı Prezident böyle. Yani bir tarihçi muhtemelen dedi ki, Papa'yla söhbət dedi. Ben başladım çığlamaya ki, Cenab-ı Prezident dedi, özümüz danışıyoruz, biz Papa'yla danışıyoruz. Ben başladım Papa'yla Varşava üsyanı, Krakow üsyanı danışandan sonra Papa bana dedi, Dani Prinsiti Padar. Getirdiler Arjeriye Katoliçiske. Orada da Isus'un dizleri böyle soruyordu. Sonra Cenab-ı Prezident'e zarafat edildi ki sizin de bir Papa, büyük bir pazarka getirdi. Şimdi görsünde Cenab-ı bizim Federali Fondu, Vatikan'la çok çalışmalar gibi. Ben onun için gençlerle, niye hususi istəyirəm gençlerle görüşüm? İlk növbədə onun anasına münasibəti bilirsiniz, Doçi Trovic. Siz deyirsiniz kumirdən, mən belə gəlir kumir olmamasıydı. Bilirsiniz, o düzdür, mən Naxçıvana da gedəndə o
daim atasının da bursuna dedirdi. Ancak ana diyende onun bütün kadınlara böyle bir hürmeti var idi. O siz değilsiniz, o kadınlarla ne kadar şekil çektirirdi. Sonra çok ona göre ki onun Məhəbbətli Zərifə xanıma belə bir efsanevi bir ben biraz bilirəm Zərifə xanımın tarixini. O atası Əziz Zərif daim həmişə Zərifə xanıma müraciət edirdi. Onu məhzəbsinə knişka adlandırırdı və onda çox adam istəyirdi Zərifə xanımı. Atası ona deyəndə ki, orada sen kim istiyorsan o demişti. Ederali seçimiydi. Bakmayarak ki onlara da evvel çok çetinliğiyle o icazə olundu. Cenab-ı Prezident o kadar sadakatli, o kadar incelikle onun hatırınca. Görürsün onun gösterirler onun heykellerini, Omanlılar, nece orada ayağını onun nece. Çok bilirsiz, çok adam değil, böyle zehirliydi de. Ancak ben böyle geldi, ondan çok, belki de böyle gelir, ona göre ki o çok talepkar bir insanıydı. Özünden de çok talepkar ediyoruz. Ben dedim 3 yıl ben kömekçi olmadım, o baktırdı. Ben bu kömekçiliği başaracağım ya. Ondan sonra ona teklif edip bakmayarak ki aileni de tanıyırdı, hanımı da tanıyırdı ancak talepkar etti. Özünden de mallarına da çok talepkar etti. Ona göre de Cenab-ı Prezident İlham Aliyev bütün müşavirelerde, bütün seferlerde onunla yan bayan olmuştur. Hazırlıydı. Ben hemşe özüme sual veririm. Bile ki böyle ağır ve çetin vəzifədir prezidentlik. Onun Çin'e doğru buldu. Görün oldu nece onu yerine getirir. Yalnız bizim hemşe o mugavilelerin de adını çekende tarihi. Ben prosto heyecan kalırım ki görün ne kadar onda istedat var. Siyaset istedadı var. Hamani'de o da atası da büyük bir mektepte olmuş. Onun için ben gençlere o evvel isteyirdi, pedagojik çevrimi istedi, bilinçleriyle pedagog olsun, hamıyla görürsün. Sonra yardımcı, yaxşı rəsmdə çəkildi, getdi mimarlığa qəbul olundu. Sonra ölkəsi dünya təhlükə altındaydı, getdi təhlükəsizlik orqanlarına. Orada işləyərkən gördük ki, mütləq tarixi bilməlidir, yerdə olacaq tarixi. Ya, onun bütün bilirsiniz çıxışları da, hərəkətləri də elə bir tarixi şeydir. Sizi salamlayıram Dilarə xanım. Məlumdur ki, Heydər Əliyev həm Azərbaycan, həm Rus dilində sərbəst səlis danışırdı. Bəs hansı dildə o düşünürdü? Bilmirəm, ancaq mən o Azərbaycanca danışırdı, mən Rusça yazırdım da. Ona göre təhsilim mənim Rus idi. Elə vaxt var idi ki, zarafatçı deyirdi, mən mой помощник по-русски разговаривает, özü de Rusça danışırdı. Onu demək olmaz, bilmirəm onda. Fikirləşmək, mən özüm haqqında demirəm. Kim hansı dildə, ancaq görürsünüz, siz dediniz, o İngilisi de bilirdi. Bəli. Ona göre ki, 2 dəfə mənə müraciət elədilər, iştirakçılar dediler ki, yanaştılar, mən dediler o tercümeci düz tercüme etmek. Ben dedim onlara girin özünüz deyin Cenab-ı Prezident'e. Cenab-ı Prezident de onlara demiştik, ben özür dilerim. Onun işi çok ayrı ülkelerde olmak, bütün ülkelerde biz bilmiyoruz.
O 69-cu ilə qədər Он, во-первых, говорит, что до того, как стал нашим президентом, он же работал в КГБ, у него очень много своих скрытых, чтобы никто не знал. Язык он знал, он присутствовал при таких встречах. Многие не знали, что он знает язык, и поэтому он Gizlin saklıyor. язык знает. No, o çok el tutan, insaniyette tutan ona göre ki o diyende ki bizde de dissident yoktur. En büyük dissident ben özümüm. Benim de kardeşimdi, ben bunu size danışım, maraqlıdır. Benim kardeşim Omar Eldarov'la Sivastopol'da Sapun-Qara Pagibşin oyunun bütün respublikalara imkan yaratmışlar, büyük konkursudu. Benim de kardeşim Omar Eldarov, heykeltıraş, mimar benim kardeşimdi. Onlar birinci yer tutmuştu orada, o Sapun-Qara'nın. Biz Sivastopol'da olanda Cenab Prezident dedi ki aparın Dilara'ya gösterin kardeşinin şidevrini. O büroda Cenab Prezident onları kabul edəndə mənim də qardaşım mimar kimin həmişə tablonu zəngli edirdi. O jelizi-betondu o bayraqda, mən özüm gördüm Sapun-Qara. Bu CT-yə göndərəndə Malinov edilmişdi, o da dissident adamıydı mənim qardaşım. Qırmızı eləməmişdi, Malinov edilmişdi. Sonra geldi dedim ama ben Umar dedi ki Fuat sen danış, sen benden yaşlı danışacaksın. Ben danışandayım, benim qabağımda durup birinci kağıt partiyanın qayıtdı mənə ki sizin bu bayraq niye Malinov'dur dediler, Rusça'da почему у вас флаг Малинов? Fuat dedim ben ama fikirleştim ki ben ne diyeyim buna? Dedim ki я был на местности, местность требует малиновый цвет. Это ради меня такой железобетонный цвет. Sonra bir gördüm beni böyle bana baktı, bu da dedi şey, ну согласитесь, что цвет красный уже избитый. Он мне böyle baktı, bu da benden razılaştı. Cenab Prezident yanındaki dissident benim hem de çok farklı sözleri yazdım. Biraz uzandı bizim bu yığıncağımız ama Dilara Hamsı'na bakıram ve yadıma düştü 95-ci il aprelin 1-də Dünya Uşaqları. Yadınıza gəlir, Heydər rəhmətli prezidentimiz Heydər Əliyev doğum evinə gəldi. O vaxtı doğum evi Krupski doğum eviydi və siz də orada iştirak edirdiniz və Dünya Vaksinasiya günüydü. Ona da UNICEF geçirdirdi. UNICEF'in direktörü de gelmişti, Roberto Lorenzo da. Ve Heydər müəllim, Heydər Əliyev dedi ki, yaxşı, bu doğum evi nəyə görə Krupski'nin adınadır? Şamama xanımın burada böyük rol olur bu doğum evində. Neçə illər müdürü olur, baş həkimi olur, sosialist deməyi qəhrəmanıdır və s. Yaxşı olardı ki, bu doğum evinin adını Krupski götürsünlər və Şamama xanımın adı verilsin. Yadınıza gəlir ki, UNICEF de direktör, UNICEF'in de direktörü oradaydı və Bayıldakı doğum eviydi, düzdür, yoxdur o doğum evi. Bayıldakı doğum evi adı Krupski'nin adı götürüldü və doğum evinə Şamama xanımın sosialist deməyi qəhrəmanı Azərbaycan Respublikası'nın Şamama xanımın adı verildi doğum evi. İndi düzdür, Bakıda başqa doğum evinin adı verilib, Şamama xanımın adı verilib, o 7 nömrəli doğum evinə. Amma ürəyimizdə qalıb ki, necə o doğum evi yadigar idi Şamama xanımın, o birinci onun baş həkimi olmuşdu və neçə illər baş həkimi idi. O doğum evini bu cür vəziyyətə saldılar, söktülər, dağıttılar və s. və o açdı. Teşekkür ederim size. Çok güzel bir
yığıncağı oldu. Sizə də təşəkkür edirəm. Çox maraqlı yadınızda qalan tarixdən, Heydər Əliyevdən, tarixdə qalan sizi tanış edərdiniz fikirlərlə, o söhbətlərlə, görüşlərlə. Sizə də təşəkkür edirəm. Çox gözəl bir yığıncaq oldu. Sağ olun. Size de teşekkür Gənc nəslin də sualı maraqlı olacaq. Здравствуйте, Дилара Ханум. Сначала хотела бы отметить, что очень рада приветствовать вас вживую, а далее от лица всего молодого поколения хотела бы спросить, какие жанры книг прочитал наш президент и была ли у него любимая книга вовсе? Вы знаете, он очень много прочитал книг. И я думаю, что самая лучшая книга – это то, что он сам создал. Потому что он все, что читал, он все принимал. Но я вам скажу, я хочу похвастаться. То, что касалось истории, он всегда дарил мне. Да. Но я просто тоже скажу это вам. Вот сейчас есть такой оппозиционер, как Джамиль, Хасанби, историк, чтобы вы тоже знали. Он написал книгу «Южный Азербайджан. Начало холодной войны». Там использовал много архивного материала, в том числе донесения моего папы, я тут уже сказала, Молотову и Багирову. В честь этого он мне принес, подарил эту книгу. Подарил эту мне книгу и сказал, что я хочу, чтобы вы один экземпляр передали Гейдару Алиевичу тоже. Я взяла у него. Позвонил Гейдар Алиевич, сказал: «Джанаб президент, вот есть такой историк». Вот öz həyatını böyük elmə həsr edib. Bir Azərbaycan qadını ki, hansı ki ailə dəyərlərini həmişə üstün tutub həyatında və həmişə öz yaxınları ilə o yaxınlarını qoruyub və bir Azərbaycan qadını ki, hansı ki öz tələbələrini, öz ətrafını həmişə yığıb və biz sizi o vaxtda necə sevmişik, indiyə kimi də sevirik və yenə də sizə təşəkkür edirəm. Bu qədər qədər. Teşekkürler ederim efendim. Tofiq Guliyev'in 80 illik yubileyinde Heydər Əliyev'in o çıxışı həqiqətən çox fenomenal bir çıxışıydı və orada hatırlayırsınızsa belə bir söz işlədi ki, vaxt gələcək biz həyatda olmayacaq, amma sənin yaratdığın bu musiqi hər zaman səslənəcək, Azərbaycan musiqisi olaraq hər zaman səslənəcək. Həmin o vaxt gəldi, həyatda olmasa da, amma bugün də ən azı belə söyləyək, böyük hadisələrlə bağlı olan tariximizdə Heydər Əliyevin adı böyük hərflərlə səslənir və inşallah ki səslənəcək. Hamınıza təşəkkürümüzü bildirin. Çox sağ olun. Təşəkkürlər gözəl tədbirə görə və xatirələrinizə görə. Təşəkkür edirəm. Сейчас я уже